Hamıya salam. Yeni vlogumuza xoş gəlmisiniz. Bəli, biz gəldik artıq səhər açılan kimi kargolarımızı götürdük. Burada isə evə gedirik. Bu dəfəki kargonun başı bəlalı oldu. İndi onun da hekayəsini danışacağım sizə. Şənbə günü uşaqları üzgüçülükdən götürdükdən sonra ilticimlə görüşdük və qarışdı mağazalara baxmağa. Poçta gəldikdə isə gördüm bağlıdır. 10 dəqiqə gecikmişdim. Bazar günü də bütün mağazalar gəzdikdən sonra yorğun arğın bu günün istisində gəldik kargomu götürməyə. Qapıya çatanda gördük bağlıdır. Yadımdan çıxıb ki, bazar günüymüş. Bazar günü də işləmir. Onu da qeyd edim ki, bilməyənlərin nəzərinə həftə içi işləmə müddəti uzun olsa da 6-cı gün və bayram günləri saat 5 qədər işləyirlər qısaldılmış rejimlə. Bazar günü isə istirahət günüdür. Elə oldu ki, birinci gün gəlib götürməli oldum. Səhər duran kimi də qaça-qaça qızımla getdik kargolarımı götürməyə. Gedəndə isə mənim oldu ki, bir kargom yox, 2 kargom da gəlib çıxıb. Buna çox sevindim. Deməli, hər işdə bir xeyir varmış. Ta-ta-ta-tam. Bu isə bayaqdan izlədiyiniz mənim sürprizimdir qaynatama. Öz əllərimlə ona ad günü hədiyyəsi hazırlamaq istədim. Kargonu götürdükdən sonra getdik Rosmana. Orada kişi üçün, yəni gündəlik lazım olan, gündəlik işlədə biləcəyi bir vasitələrdən götürdüm. Evə gəlib bir stəkan çay içdim və aldıqlarımı tökdüm qabağıma. Çay içə-içə başladım fikrimdə dekorasiyanı tasarlamağa. Məndə həmişə eksprompt olur. Təxmini bilsəm də nə edəcəyimi, amma son görünüşü mənə də maraqlı olur, mənə də sürpriz olur. Özümə məcbur olmuş hiss eləsəm və yaxud kimsə mənə nəyisə tapşırsa, mən həmin işi görə bilmirəm və yaxud hansısa sözü deyə bilmirəm. Məndə ürəyimdən gəlməlidir. Bilmirəm, sizdə necədir qızlar, sizdə də elədir. Ürəkdən istədikdə isə onda insanda həvəs də yaranır və işdə yüngül gedir. Fikirləşdim ki, ən gözəl hədiyyə ilə ürəkdən hazırlanmış mənim əl əməyim ola bilər. Düzdür, yoldaşım başqa bir hədiyyə alsa da, bu mənim ürəyimdən keçdi və işə başladım. Belə bir deyim var, niyyətin hara, mənzilin də ora. Həqiqətən də bu belədir. Ən əlçatmaz olan arzuların belə gerçəkləşmə şansı var. Sadəcə olaraq bunu ürəkdən, lap ürəkdən istəmək və bunu özünə məqsəd qoyub, bunun üçün bütün maneələri aşmaq lazımdır. Əlbəttə ki, arzular müxtəlifdir. Bugün bizim heç diqqət eləmədiyimiz, sapasağlam əlimiz, ayağımız ola bilsin kimin üçünsə əlçatmaz bir arzudur. Ona görə də hər günümüzə şükür etmək, həyatı sevmək və günü gözəl yaşamaq lazımdır. Çünki bugündən sabaha insan başına gələcəyi həqiqətən də bilinmir. Allah hamının gözəl ürəyinə görə versin deyib, söhbəti burada bağlayıram və keçirəm hazırlaşmağa. Hazırlaşmaq üçün salona getdim. Həmişə saçımı özüm ukladqa eləsəm də, bu dəfə salona müraciət eləməli oldum. Çünki professional bir əl əməyi lazım idi burada. Mənim saçım tez şişəndi, ona görə də salonda ukladqa elətdirdim ki, saçım şişməsin, çünki dəniz kənarında bir yerdə olacaq və yola düşdük. Qəşəng görsənir. Ev oxşayır mama. Vay, orada ev var mama. Bax, ev var can. Bax, ev. Görsən? Evdə var. Şimdi babamın güneş görə bilir indi güneşe. Evet Yaxşıdır ya. Baxın, Məhəmməd gəl bax. Babanı təbrik eləyir. Baba təbrik ederim. Babanı təbrik Baba ediyoruz. sen təbrik ederim. Babanı təbrik ediyoruz. Təbrik eləyir babanı. Babanın Nəvələrimizin toyuna görəsən gələcəkləri. inşallah. Bunların hamısının toyundayız. Babanın gələcəyi. Gələcəyi.
Getdiyimiz məkan çox gözəl idi. Əsl yay abu-havalı bir məkan idi. İnsan yaşıllıqlar içində sakitləşir və ruhu dincəlirdi. Şəkil çəkdirmək üçün bir çox zonalar var idi. Hansı ki qızlarımız da burada şəkil çəkdirirlər. Bu qala kimi yerdən çıxıb bir gözəl də şəkil çəkdirmək üçün gizli bir məkan tapdıq. Hansı ki şəkillər buradan çox gözəl düşürdü. Babama qurban olun, çox haqqı var boynumuzda. Ən böyük arzu da oynamaktır toyumuzda. Bu isə mənim hədiyyəmin son halıdır. Belə bir kompozisiya ərsəyə gəldi. Sevirəm də mən belə göstərişli şeyləri. Hədiyyələrimizi verdik, tortu da kəsdik. Tortu da Eltin pişirmişdi yeri gəlmişkən. Sifarişlər qəbul olunur. Bizi izləməyi, like atıb komment atmağı unutmayın.